Adi rüya değil. Halil'in hikayesi. Tamaşa edeceğiniz bu hayat hikayesinin həqiqiliyi diqqətlə araşdırılıb əslinə uyğun olaraq təqdim edilmişdir. Bəzi əhəmiyyətsiz təfsilatları dəyişdirilmiş və ya buraxılmışdır. Qəfildən hücum etmək çox mühüm məsələdir. Düşmənini o qədər tez vurmalısan ki, əks hücuma vaxtı qalmasın. Onu damardan damara kəs. Gərək qəddar olasan, qorxmayasan. Onu yerə yıx, tez kəs, rəhm etmə. Biz bir məqsədlə səhrada yaşayıb məşq edirdik. Misirə qayıdıb hökuməti devirmək istəyirdik. Allahın yolunda hər çətinliyə dözməyə hazır idik. Bizi İslamdan başqa heç nə maraqlandırmırdı. Bizim üçün yalnız iki yol var idi. Ya ölüb cənnətə nail olmaq, ya da qələbə çalmaq. Mən snayper kimi təlim keçirdim və sərrast tapanca atmaqda böyük uğurlar qazanırdım. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya qalib gələrsə, ona böyük mükafat verəcəyik. Ay Mustafa, qardaşın cənnətdədir. Sən bunu düşünərək bundan təsəlli almalısan. Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə onlar diridirlər. Lakin siz bunu dərk etmirsiniz. Allahın dediyi doğrudur. Salam əleyküm, əmir. Və əleyküm salam və rəhmətullah və bərəkətuh. Bugün təlim necə keçir, ay qardaşlar? Necə lazımdır, əmir? Əlhamdülillah, dincəlin. Bu əmir müntəzəm bizə baş çəkib hazırlığımızı yoxlayırdı. Və bir axşam biz bir Misir qəzetində bir qrup xarici misionerlərin həbs edilməsi barədə xəbər oxuduq. Həmin qrupun cinayəti ondan ibarət idi ki, onlar misionerlərə məxsus olan bir xəstəxanada güya müsəlmanlara pul və cinsi əlaqə təklif edərək onları xristiyanlığa döndərməyə çalışırdılar. Kafirlər ölsün! Allahu Ekber! Kafirlər ölsün! Sakit olun! Sakit olun! Susun! Bu xəbər hər birimiz üçün bir təhqir kimi idi. Ramazan ayı idi və biz hamımız hiss edirdik ki, Allahın qələbəsini həyata keçirə bilməmişdik. Hamımız qəzəb hissindən partlayırdıq. Bu məsələ mənim xristiyanlara nifrət etməyim üçün yeni bir səbəb oldu. Xristiyanlar deyirlər ki, onlar haqlıdırlar və onların kitabları Allahın kəlamıdır və axırıncı vəhidir. Biz bir-birimizin qarşısında and içdik ki, nə bahasına olursa olsun xristiyanlığın yayılmasına son qoyacaq. Lakin əmir hərbi əməliyyatın faydasız olacağını sayıb o yoldan imtina etdi və gördü ki, biz ancaq məntiqlə qələbə çala bilərik. Bunun üçün biz Tövratla İncilin təhrif edilmiş kitablar olub etibarlı olmadığını sübut edən bir kitab yazmalıyıq. Müqəddəs saydığı kitabın təhrif edilmiş olduğunu sübut edən kitabı necə yazardınız? Belə kitabı kim yazar?
Ay kişi, sen bir kitapdan qorxursan. Anam deyir ki, Hristiyanlar bu kitab vasitəsilə cadu eləyirlər və sehirbazlıq eləyirlər. Və bu kitabı oxuyanlar sehirbazlıqlarının təsiri altına düşürlər. Bir də lənətə gəlirlər. Bu kitabı mən heç vaxt oxumaram. Yox, yox, mümkün deyil. Mübahisə etmə. Əgər sən Allaha və son günə iman edirsənsə, mənim dediyimi etməlisən. Ay Xəlil. Yox, əmir. Bu iş üçün başqa bir adam tap. Yox, yox. Xəlil. Yalvarıram, ay əmir. Bu iş üçün başqa bir adam tap. Mən əminəm ki, bu iş üçün səndən qabiliyyətli bir adam yoxdur. Ay Xəlil. Amma sən məndən tələb edirsən ki, mən onlar kimi olum, onlar kimi düşünüm. Bunu necə edə bilərəm? İstəyirsən, Misirin bütün xristiyanlarını öldürüm. Ancaq onların kitablarını oxumağı məndən istəmə. Heç vaxt əlimə almaram. Allahın yolunda göstərdiyin qeyrət çox böyükdür. Lakin bu qeyrət gözlərini kör elədi. Sən artıq dərrakəni itirmisən. Sən bu işi tamamladıktan sonra nə qədər böyük şərəfə və iftixara nail olacağını necə dərk etmirsən? Xristiyanların və yahudilərin yalanlarını üzə çıxardan ilk adam olacaqsan. Bu vaxt ərzində mən sənə 500 funt aylıq maaş verəcəyəm. Bu pulu sənə şəxsən özüm çatdıracağım. Biz səhrada düşərgə saldıq. Mən isə öz evimə qayıtdım. Təxminən bir ay keçdi, mən isə heç bir iş görmədim. Ey uşaqlar, bugün serialda nə baş verdi? Yazıq arvad. Nə oldu? Oğlu bayra qaçdı və ona maşın vurdu. Zarafat edirsən? Ana çay qoy və gəl bizimlə bax. الحمد لله بس حبيت اقول لك اني اليوم صرت اخذت على الشيف تاعي سمعت خليل Sizə min dəfə demişəm ki, bu kafirlərin kinolarına baxmayın. Biz baxmırdıq. Xəlil, o sənin bacındır. Kafirlər! Axır ki, mən əmirin dediyini eləməyə qərar verdim. Mən tabe olmalıydım və onun mənə tapşırdığı işlə məşğul olmağa başlamalıydım. Amma düzünü deyim ki, hardan başlayacağımı bilmirdim. Tövratı oxuyarkən kiçik ziddiyyətləri tapdım, amma bunların xeyri olmadı. Çünki Qur'anda da bu kimi ziddiyyətlər çoxdur. Və əgər biz deyiriksə ki, belə səhvlər müqəddəs kitabın etibarsız olduğunu sübut edir, onda gərək Qur'an barədə də bu cür mühakimə yürüdək. Elə ona görə də mən başqa səhvləri axtarmağa başladım. Lakin heç birini tapmadım. Bütün müqəddəs kitabı oxudum, amma orada axtardığımı tapa bilmədim. Hristiyanların kitabında
Məhəmməd adında və ya Əhməd adında bir peyğəmbərin gələcəyini bildirən heç bir ayə yoxdur. Sənə lazım olan şeyi gətirmişəm, ay Xəlil. Götür. Haqqın izharı. Bu kitabda Tövrat və İncildən Məhəmməd sallallahu aleyhi və səlləm aleyhissalatu və səlləm barədə yazılan 26 ayənin yeri göstərilib. Onda niyə onu əvvəlcədən göstərmədin? Mən istəyirdim ki, sən birinci özün xristiyanların kitabını oxuyasan. Onda heç kim səninlə mübahisə edə bilməyəcək və sənin çıxardığın nəticələrə qarşı dayana bilməyəcək. Xəlil oğlum, sənin yazacağın bu kitab indiyədək bu mövzuda yazılmış bütün kitablardan çox fərqlənəcək. Biz parlaq nəticələrə nail olacağıq. Allah qoysa Xəlil, görərsən. Bu kitabda nəzərdən keçirilən 26 ayənin hər birini tədqiq etməyi qərar aldım. Lakin bu ayələrdən heç biri heç neyi sübut edə bilmədi. Mən dedim, ya Rəbb, mən İncilin təhrif edildiyini sübut edə bilmirəm və İncilin heç bir yerində Məhəmməd barədə yazılan heç bir söz belə tapa bilmirəm. Görəsən mən nə məqsədlə yaşayıram? Görəsən kimə ibadət edirəm? Mən düşündüm ki, əgər İncil düzdürsə, onda Quranın aqibəti nə olacaq? Bu kitabların ikisinin də düzgün olması mümkün deyil. Çünki bu kitablar bir-birinin əksini ürədirlər. Elə buna görə də mən Quran Allahın kəlamıdırmı adında bir tədqiqat üzərində işləməyə başladım. Tədqiqatımı başa çatdırdıqdan sonra 200 ilə 300 səhifə arasında bir kitab alındı və günlərin bir günündə əmir gözlənilmədən mənim evimə gəldi. Buyurun, buyurun. Gəlin, keçin otağa. Xəlil birazdan gələr. Sağ ol. Allaha şükür. Axır ki, o yazmağa başlayıb. Kur'an Allahın kəlamıdırmı? Nə olub sənə, ay Xəlil? Bu nədir yazmısan? Sən deyirsən ki, Kur'an Allahın kəlamı deyil? Əgər sən mənə inanmırsansa, özün götür İncili oxu. Sən elə bilirsən ki, mənim çıxardığım nəticələr mənim özümə xoş gələr. Səndən dəfələrlə xahiş etmişdim ki, bu işi başqa adama tapşırasan. Sən isə mənə deyirdin ki, bu iş üçün Allah seçib məni. Təqsir məndə deyil, təqsir sənin özündədir. Biz sənə çox pul verdik ki, xristiyanların yalanlarını üzə çıxardasan. Kafirlərin yalanlarını! Yox, yox, yox. Sən mənə dedin ki, o kitabları araşdırıb özüm yalanları tapım. Mən də elə elədim. Və onların kitabları həqiqətdir və ancaq bu deyil. Quran özü öyrədir ki, İsa Məsih Allahdır. Bəsdir, sus. Sən deyirəm, bir də danışma. Quranda yazılıb ki, kafir. İsa məsələlərlə danışıb. Kafir! Və o təkrar göydən gələcək. O insanları mühakimə edəcək. Sus! Maidə surəsi. İsa yaratmağa qadirdir. Ali İmran surəsi. İsa xəstələrə şəfa verir. Ölüləri dirildir. Sus!
Kafir, İsa bulutlar üzerində gələcək və son gündə insanı mühakimə edəcək. Kitabda yazıldığı kimi. Kafir, səni öldürəcəyəm, kafir. Bura bax, bugündən etibarən mən səni tanımıram və sən məni tanımırsan. Mən bizimkilərə deyəcəyim ki, sən bizi atmırsan, kafirin biri kafir. Və əgər sən bu cəfəngiyyatı kiməsə göstərsən, mən səni şəxsən özüm öldürəcəyim. Kafirin biri kafir. Xəlil. Mən isə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi lənətləyənlərə xeyr dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi incidənlər və təqib edənlər üçün dua edin. Pis adama qarşı durma, əksinə sağ üzünə sillə vurana o birini də çevir. Kafirlərlə vuruşun. Çünki onlar imansızdılar. Bütpərəstlər sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun. Allaha iman etməyənlərlə vuruşun. Vuruşun. Ataları, uşaqları, kişiləri öldürün. والمصحف الشريف انت اللي منور يا معلم. Alo, Timotaus, Xəlildir danışan. Yox, yaxşı, səninlə danışmaq istəyərdim. Bir gün mən bir məsihçi iş yoldaşıma zəng etdim. Mən İncil barədə danışmaq istəyirdim. Ancaq o qorxub dəstəyi qoydu. Sonra məni böyük qorxuya salan bir iş oldu. Birdən mən gördüm ki, çantam uğurlandı. O çantanın içində müqəddəs kitabım və pasportum var idi. Çantamı görməmisiniz? Ay qardaş. Siz mənim çantamı görməmisiniz? Hansı çantadan danışırsan? Və sonun içində şəxsiyyət vəsiqəm və İncil. Ay qardaş, siz hələ telefon danışığının pulunu verməmisiniz. Qayıdın. Ya Rəbb, yalvarıram, eşit məni. Mənə öz yolunu göstər. Mən yalnız onu istəmişəm. Yalnız onu arzulamışam ki, səni tanıyım və bütün ürəyimlə sənə xidmət edim. Ya Rəbb, uşaqlığımdan bəri səni sevmişəm. Həyatım sənin əlindədir. Ya Rəbb, mən çaşqınlıq içərisindəyim. Sən mənə lazımsan. Ya Rəbb, mən bilirəm ki, sən bir Allahsan. Sən müsəlmanların Allahısanmı, yoxsa xristiyanların Allahısan? Əgər sən müsəlmanların Allahısansa, beynimdən İslamdan başqa hər şeyi sil. Əgər sən xristiyanların Allahısansa, ürəyimi nurlandır ki, sənə ibadət edim. Ya Rəbb, mənə öz yolunu göstər. Həqiqəti mənə göstər. Yalvarıram sənə, Ya Rəbb. O gecə dərin yuxuya getdim. Ömrümdə hələ o qədər dərin yuxum olmamışdı və səhərə yaxın bir röya gördüm. Sən hələ məndən şübhələnirsən. Sən kimsən? Sən kimi axtarırsansa oyam. Mən xatırlaya bilmirəm. İncili oxu.
أنا بحب الإنجيل. Mən İncili sevirəm. أيوة Bəli, أنا عارف mən bilirəm. لكنه ضاع Amma mən مني. onu bütün مع كل sənədlərimlə أوراقي. birlikdə itirdim. الكتاب ده مش O ممكن kitab يضيع əsla أبداً. itməz. قوم Dur, وافتح دولابك dolabını وأنت aç. هتلاقيه هناك. Onu orada tapacaqsan. Xəlil, Xəlil, Ana, sən məni bağışla ay ana. Mən elə bilirdim ki, doğru iman yolundayım və səninlə pis rəftar edirdim. Bağışla məni. İzin versən ayaqlarını öpüm. Bismillahirrahmanirrahim. Nə olub Xəlil? Rəbbimiz mənə həqiqəti açıb ay ana. Bugün tanıdığım Rəbb, əvvəl tanıdığım Rəbdən fərqlidir. Allah birdir və ondan başqası yoxdur. Bəli ay ana. Və o mənə buyurur ki, mən səni sevməliyəm və sənə hörmət göstərməliyəm. Bəs bu Allah kimdir Xəlil? O həqiqi Allahdır. O Məsihdə zühur etdi. İsa Məsihdə. Hansı ki onun barədə Quranda yazılıb. Sus canım, sən eşitsələr elə biləcəklər sən dəli olmusan. Sən dediyini edəcəyəm ay ana. Ancaq sən mənə inanırsanmı? Sənə niyə inanmayım? Sən ömrümdə mənimlə hələ belə rəftar etməmsən. Get balam, Allah səni qorusun və heç vaxt səni tərk etməsin canım. Bağışla. Bağışla məni ay ana, nə olar bağışla. Bağışladım oğlum. Ürəyim dəyişdi. Bağışladım səni. Məhəbbət ürəyimi dəyişdirdi. أنا ما قدرتش O gecə أرجع artıq أنام yata تاني. bilmədim və وفضلت səhərə صاحي qədər لغاية oyaq الصبح. qaldım. كل Hər حاجة şey كانت mənə عليا o qədər تقع gözəl عليا. görünürdü. كنت Bütün أشوفها insanları, جميلة جدا. hətta məni çox qəddar adam və fanatik kimi tanıyan məsihçiləri belə qucaqlayıb öpmək və onları çox-çox sevdiyimi onlara söyləmək istəyirdim. متعصب وعنيف. Sabahın xeyir, George. Qorxma, bu mənəm Xəlil. Biz hələ açmamışıq. Səninlə söhbət etməyə gəldim. Hələ açmamışıq. Yalvarıram, mən səndən üzr istəməyə gəldim. Nə olar? Xahiş edirəm, sonra söhbət edək. Nə olar, qapını bağlama. Mən indi o Xəlil deyiləm. Rəbb məni dəyişdi. Xristiyan olduğun üçün əvvəllər səni çox incitmişəm. Bağışla məni. Səni bağışlayım, sən dəyişildin. Mən bağışlamağa layiq deyiləm. Bağışla məni, yalvarıram. Bağışla məni. Mən dəyişildim. Aleluya. Bu kəlmənin mənası nədir? Əzizim, vaxtilə çox şeylər öyrənərsən. Sənə nə oldu? Gəl. Mən dəyişildim. Məni bağışla, nə olar? Bağışlayıram. Gəl bura canım, bağışlayıram. Gəl əzizim, gəl. ومن O اليوم ده gündən bəri ابتديت dəyişilməyə أتغير. başladım. Xəlil, sən inanırsan ki, Rəbb İsa yaşayan Allahın والناس oğludur. اللي معايا في الشغل Məni tanıyan كلهم insanlar, لاحظوا التغيير iş اللي yoldaşlarım حصل في hamısı həyatımda baş verən dəyişiklikləri gördülər. أنا كنت إنسان Mən nifrətlə dolu adam idim. Qatil idim. Mən kilsələri yandırırdım və mağazaları soyurdum. Çox ağır cinayət işlədirdim. Amma Məsih həyatımı dəyişdirdi. Müqəddəs kitabın təlimlərinə əməl etməyə başlayanda sevən bir insana çevrildim. أنا بقيت حر. İndi mən azad الله oldum. حررني. Allahın oğlu məni ليا azad الحياة هي etdi. المسيح. Mənim üçün والموت həyat هو Məsihdir. في الماضي Ölüm isə كان الموت qazancdır. بيخوفني. Keçmişdə كان حاجة ölümdən بشعة qorxurdum. ومفزعة. Çünki ölüm mənə لكن دلوقتي iyrənc bir مفيش şey kimi للموت görünürdü. سلطان عليا. İndi isə ölümün mənim üzerimdə səlahiyyəti وكل شيء yoxdur. أصبح جديد. Mən indi Məsihdəyəm və hər şey yeni oldu.
Və bir öz xallarını dəyişdirə bilərmi? Şir quzu ilə sülh içində yaşaya bilərmi? Nifrətlə dolu və zoraki çevriliş fikrinə tutulmuş bir adam sülh yaradana çevrilə bilərmi? Bu kimi suallar yəqin ki, heç vaxt Xəlilin ağlına gəlməmişdi. Lakin bir gün o sülh padşahı Rəbb İsa Məsihlə görüşdü. Bəlkə siz fikirləşirsiniz, bu mümkün olan şey deyil. Bəli, insanlar üçün mümkün deyildir. Lakin Allah üçün hər şey mümkündür. Xəlilin həyatına baxanda, Şaul adında bir adam yadıma düşür. O da Xəlil kimi qəddar bir adam idi və Xəlil kimi bir din alimi idi. O yaşadığı ölkədə məsihçiləri məhv etməyi qərarı aldı və bir çoxlarını öldürdü. Amma bir gün dərk etdi ki, insanlara qarşı deyil, Allaha qarşı vuruşurmuş. Allah Şaulu diz çöktürdü, sözün əsl mənasında. Yerə yıxılmış, alçaldılmış vəziyyətdə bu qürurlu və qəzəbli insan ümidsiz fəryad qopardı. Sən kimsən, ya Rəbb? Və Rəbb ona belə cavab verdi. Mən İsa'yam. Sən mənim cəmiyyətimə qarşı vuruşanda, mənim özümə qarşı vuruşursan. Biz həmin adamı Paul kimi tanıyırıq. Əhd-i Cədidin, yəni İncilin böyük hissəsini yazan odur. Şaulu daxildən dəyişdirən nə idi? Bəs Xəlili dəyişdirən nə idi? Onların ikisini də eyni qüvvə, məhəbbət qüvvəsi dəyişdirdi. Bugün mən sizinlə elə bu qüvvə barədə danışmaq istəyirəm. Ondan böyük qüvvə yoxdur. Ey dostum, Allah məhəbbətdir. İncildə belə yazılıb. Allah hər şeyə qadir, hər şey bilən və hər yerdə var olandır. Lakin hər şeydən əvvəl o məhəbbətdir. Allah istəmir ki, kimsə həlak olsun. Lakin Rəbbimiz bütün insanların tövbə edib həqiqəti dərk etməsini istəyir. O istəyir ki, biz səmavi padşahlıq adlanan yerdə əbədi olaraq onunla yaşayaq. O ancaq bunu tələb edir ki, biz İsa Məsihi xilaskar kimi qəbul edək. İndi biz çox vacib bir məsələyə keçirik. Diqqətlə qulaq asın. Xəlilin həyatında qeyri-adi bir hadisə baş verdi. O röyada İsa'nı gördü. Bəlkə sən düşünürsən ki, xilas olmaq üçün sən də bir röya görməlisən. Amma bu fikir düzgün deyildir. Xilas Allahdan insanlara bir hədiyyədir. Hansı insanlara? Hər yerdə yaşayan bütün insanlara. Allahın yeganə tələbi odur ki, ona imanla gələk. Və hətta iman Allahın ənamıdır. Sevən Allahdan sevgidən başqa nəyi gözləmək olar? Bəs sən əbədi həyat hədiyyəsini qəbul etmək istəyirsənmi? Bəs sən bağışlanmaq və İsa'nın qanı ilə xilas olunanlarla birlikdə Allahın ailəsində olmaq istəyirsənmi? Məhəbbət Allahı sənə qulaq asar və ona səmimi ürəklə gələn heç bir insanı rədd etməz. Nə qədər uğurlu və ya uğursuz olmağına baxmayaraq Allah səni qucaqlamaq istəyir. O məhəbbət Allahıdır və onun böyük məhəbbəti hamımızı əhatə edir. Nə qədər günah işlətmirsən fərqi yoxdur. O bütün günahlarını bağışlayacaq. Gəl birlikdə dua edək. Ya Rəbb, səni nə qədər sevdiyimi bilirsən. Ey sevən Allahım, günahlarımı bağışla və mənə əbədi həyatı ver, ya Rəbb. Qoy mən səni tanıyan bəxtiyar insanlardan biri olum. Öz qiymətli qanını bizə görə axıdan İsa Məsihin, atamızın və müqəddəs ruhun adına bütün əzzət və hörmət olsun. Amin. Qardaşım, bacım, əgər sən mənimlə dua etmisənsə, əmin ola bilərsən ki, Allah sənin həyatına daxil olub və sən xilas olmusan. İsa sənin həyatının qaynağı olacaq. Amin.